Deməli, bugün bazar günü. Səhər tezdən. Nömrə 661 48 18 Gülnarə xanım Baş Müzəkirçi Mübarizə İdarəsi adından mənə məktub gəlib. Bu məktubdan General Əbülfət Rızayevin heç bir xəbəri yoxdur. Əbülfət Rızayevin şəxsi heyəti havadar, himayədar, narkotacir, İslamofob, Daxili İşlər Nazirinin generalı olaraq Daxili İşlər Nazirinin generalının adını batıran Mirqafar Seyidovun tapşırıqlarını icra edirlər. Və hal-hazırda Mirqafar Seyidov havadarlıq himayədarlığından əl çəkmir. Ola bilər ki, bu xüsusi xidmət orqanı əməkdaşı olsun, ehtimal var. Bu da səs göndərib, sizə xəbərnamə var, gəlin götürün, zəhmət olmasa. Yalan söhbətdir bunların hamısı. Mənim göndərdiyim məktublar hamısı poçtlar arasında gedir. Poçtlar arasında gedir və bu şərəfsizlər, bu havadarlar, himayədarlar hələ də öz çirkin əməllərindən əl çəkməyiblər. Mən general polkovnik, general mayor daha doğrusu, Əbülfət Rızayev cənabı ilə əlaqə saxlaya bilmirəm. Azərbaycan dövlətinə qarşı formalaşmış çoxsaylı cinayətləri özündə əks elətdirən və əksər cinayətləri də sosial şəbəkələrə müdaxilə etməklə eləyən şəxslərlə bağlı hələ də heç bir tədbir görülməyib. Məhz bu şəxs idi ki, xüsusi xidmət orqanında əyləşən Vahabi, Əbdülvahabdan əmələ gəlmə, satqın, xain, dövlət xaini, narkotacir, pozğunbaşı, məhz bu şəxs idi ki, öz növbəsində deməli, mənim həyatımı alt-üst elədi. Süleyman və Xəyali adlı başqa bir pozğuna görə, yoldaşına bənzər bir pozğuna görə. Məhz bu şəxsdir ki, 2012-ci ildə mən bunun Vahabi Zövcə adlandırdığı pozğun ilə də münasibətim olub, virtual surətdə. Mənə fərqli dəfələrlə məlumatlar verib ki, bu əri onu Suriyaya göndərəcək, qardaşlarının yanına. Və bu növ hadisələr 2012-ci ildən sonra başladı hadisələr baş verməyə. Elbrus adında şəxs ilə tanış olmuşduq. Elbrus Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşıdır, Ziya Məmmədovun qohumudur, dələduzdur və dələduzluq üstündə də xüsusi xidmət orqanından rədd olub vaxtı ikən. Mənə çirkin oyun quraraq mənim adımı ləkələdilər, məni dələduz kimi aformut eləsinlər deyə. Bunda iştirak edir Orxan Babayev, prokurorluğun əməkdaşlarından ağır cinayətlər adlanan bir istiqamətdə. Bunu istifadə elədi, Bakı Metropoliteninin əməkdaşlarından istifadə elədilər. Mənim heç bir cinayət törətmədən adımı və ailəmin adını ləkələyə bilsinlər deyə. Həmən bu senaridə çoxlu sayda fərqli vəzifəli şəxslər də var, hansı ki bu cinayətçilər dəstək dururlar. NZS-in direktorudur, onun narkoman oğludur, onun qardaşı oğlu Haker Caviddir. Hal-hazırda bu şəxslərin narkotikinin küllü miqdarda ölkəyə gətirilən narkotik dövriyyəsinin izini itirməyə çalışırlar bu şəxslər. Azərpoçt birbaşa olaraq Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirinin generalı adına ləkə gətirən Mirqafar Seyidovun tapşırıqlarını icra eləməkdədirlər. Bir daha qeyd edirəm ki, mənə gələn məktub fake məktubdur və Əbülfət Rızayevin bu məktubdan qətiyyən xəbəri yoxdur.